Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. Diqqət, bu üç bürc üçün yeni dövr başlayır. Qoç, Dolça və Oğlaq üçün gözlənilməz dəyişikliklər. Son günlər astroloji proqnozlar göstərir ki, bəzi bürclər üçün həyatın ritmi dəyişir. Xüsusilə də Qoç, Dolça və Oğlaq bürcləri üçün yeni imkanlar, sürpriz hadisələr və mühüm qərarlar dövrü başlayır. Ulduzların düzülüşü bu üç bürcə fərqli sahələrdə irəliləyiş və yenilənmə vəd edir. İndi isə gəlin bu bürcləri daha ətraflı nəzərdən keçirək. Qoç bürcü qoçlar üçün bu dövr aktivlik və enerjinin zirvəyə çatdığı bir mərhələdir. Son zamanlar yaşadığınız durğunluq artıq geridə qalır. Qarşıdakı günlərdə sizi yeni başlanğıclar, gözlənilməz təkliflər və uğurlu addımlar gözləyir. Xüsusilə iş və karyera sahəsində önəmli dəyişikliklər mümkündür. Əgər uzun zamandır düşündüyünüz bir plan varsa, indi onu həyata keçirmək üçün ən uyğun zamandır. Maliyyə baxımından da vəziyyət yaxşılaşa bilər. Gəliriniz də artım və ya əlavə qazanc imkanları yarana bilər. Lakin tələskən qərarlar verməmək vacibdir. Hər addımı düşünərək atmaq sizə daha böyük uğur qazandıra bilər. Şəxsi münasibətlərdə isə açıq ünsiyyət ön plana çıxır. Qarşı tərəfi daha yaxşı anlamağa çalışsanız, münasibətləriniz daha da möhkəmlənə bilər. Dolça bürcü dolçalar üçün bu dövr yenilənmə və daxili dəyişikliklər mərhələsidir. Uzun müddətdir sizi narahat edən məsələlər artıq həll yolunu tapmağa başlayır. Bu bürcün nümayəndələri üçün xüsusilə yaradıcılıq və yeni ideyalar ön plana çıxır. İş həyatında fərqli yanaşmalar sizə üstünlük qazandıra bilər. Əgər yeni layihələrə başlamaq istəyirsinizsə, indi doğru zamandır. Ətrafınızdakı insanlar sizin ideyalarınıza maraq göstərə bilər və bu da sizi daha da motivasiya edəcək. Maddi baxımdan sabitlik olsa da əlavə gəlir imkanları da mümkündür. Sadəcə olaraq riskli qərarlardan uzaq durmaq tövsiyə olunur. Sevgi həyatında isə sürprizlər mümkündür. Yeni tanışlıqlar və ya mövcud münasibətlərdə gözlənilməz inkişaflar baş verə bilər. Dolçalar üçün bu dövr həm də özlərini daha yaxşı tanımaq mərhələsidir. Oğlaq bürcü oğlaqlar üçün bu dövr zəhmətin bəhrəsini görmək vaxtıdır. Uzun müddətdir göstərdiyiniz səylər artıq nəticə verməyə başlayır. Xüsusilə karyera sahəsində yüksəliş və ya yeni imkanlar gündəmdə ola bilər. Bu bürcün nümayəndələri üçün planlı hərəkət etmək hər zamanki kimi önəmlidir. Qarşıya qoyduğunuz məqsədlərə doğru addım-addım irəliləmək sizi uğura aparacaq. Maliyyə sahəsində müsbət dəyişikliklər gözlənilir. Gəlir artımı və ya gözlənilməz qazanc sizi sevindirə bilər. Lakin xərcləri nəzarətdə saxlamaq da vacibdir. Şəxsi həyatınızda isə sabitlik və güvən ön planda olacaq. Ailə və yaxın münasibətlərdə daha çox harmoniya hiss ediləcək. Bu dövr sizə həm də daxili rahatlıq gətirə bilər. Nəticə ümumilikdə Qoç, Dolça və Oğlaq bürcləri üçün qarşıdakı günlər dəyişiklik, yenilənmə və imkanlarla doludur. Hər üç bürc üçün əsas məqam düzgün qərarlar vermək, tələskənlikdən uzaq durmaq və fürsətləri vaxtında dəyərləndirməkdir. Unutmayın ki, ulduzlar yalnız istiqamət göstərir. Əsas qərarları verən isə sizsiniz. Qarşıdakı günlərdə həyatınıza daxil olacaq yeniliklərə hazır olun və hər bir fürsəti düzgün qiymətləndirməyə çalışın.